Salam əziz izləyicilər. Xoş gördük hər birinizi. Axşam yemləməsində başımız biraz qarışıq idi. Video ata bilmirəm neçə gündür. Bir də nəzərinizə çatdırım zəhmət olmasa. Yevlax ərazisində 8-9 aylıq yerli fərə xoruz alan adam var bir dənə. 30 dənə, 40 dənə tez-tez lazım olur, hərdən alır. Alır, satır, inirsə dayı. Öz nömrəsini verərəm kim istəsə. Nömrə də qoyacam elanda. Yevlax ərazisi, Yevlax ərazisinə yaxın. Yevlaxın Xalxal kəndinə belə bir kənddir. Dəqiq bilmirəm. Özündən soruşaram, siz yazarsınız mənə desə, verərəm nömrəsi, calaşdıraram. İnşallah yaxşı olur. Al verin eləyərsiniz sözünüz. Ona da heç bir heyvanına da içimin, yəni cavabdeh deyiləm. Özünüz gedib baxın, müştərisiz, verirsiniz, alırsınız, satırsınız, özünüz bilərsiniz. İşçi qaldı bizə. Bizdəki şükür Allaha, hər şey yaxşıdır. Kənd yumurtası var, mayalı yumurta var satışda. Xoruzun birini hədiyyə elədim. 3 dənə böyükdən sarısını verdim. Bunlar da bu yaxınlarda yəqin ki, böyükləri kəsərəm ya sataram. Bu yox, bunu istəyirəm saxlayım. İkisini də elə saxlayacam bunların, yəqin ki. Cavanları da özümüzə yerdən birincisi. Sabah hansısa çıxır aradan axır. Cavanlar. Setkanı təmizləmişəm, güllər əkmişəm. Bugün indi düzəlir bura havalar. Tam əriyib qar falan. Havalar düzəlib, istiləşib. İndi də dumanlar başlayıb. Duman olur. Sıx duman olur. Yumurtalar da ki, yumurtayır maşallah toyuqlarımız. Başım elə qarışıb ki, vallahi heç buralara keçməmişəm. 4 dənə burada. Çıxaq yıxılaq bu daşların üstündən. Görək toyuq ölüb eləməyib burada. 3, 5 dənə burada. 9. Görək samandan falan nəsə bir şey. 3, 6, 8 dənə də burada maşallah. 17 dənə. Super, bu toyuqların yumurtalarıdır. Sipariş də verə bilərsiniz. Biri 60 dənə, 50 dənə indi. Əlimizdə də var, maşallah ki, hər gün satışlarımız olur. Lap çox miqdarda istəyən 5 gün, 10 gün qabaqdan sipariş də verə bilər. Bilmirik də heyvanlar. Yağanda yumurtadılar. Havalar düzələnə yaxın. Qar var idi, yerdə qar çox idi. Boşladılar, kəsildilər yumurtadan. O şaxtalar düşür deyiblər. Onda dayanmışdılar yumurtadan. Həm də ancaq arpa verirdim o ərəfələrdə. İndi başqa yemlər də qatıram yemə. Çörək də istadıb verə bilirəm. Yerləri soyuq olur da, istanırdı bax. İndi quruyur bax, o kölgə kimi görünür yer. Sarı façon ortalıq. O yamyaşı idi oralar. Çünki heyvan qapat. Buraları da təmizləməliyəm. İş çoxdur, maşallah iş çoxdur. Sonra həyət belləməliyəm. Sonra ağacların dibini açmalıyam. Sonra şitil əkməliyəm. Bu yaz yaxşıdır da, xoşum gəlir. Nəsə bir işlə məşğul olur. Qışda yoxsa yemlədim, getdin oturdun evdə. Yemlədim, getdin oturdun evdə.
Düzdür, harasa gedirik gedəndə prosta da həyət baxla maraqlana bilmirsən. Soyuq olur hava, həm də heç nə yoxdur. Buraya xaçla oynamayacaqsan. Nə baxacaqsan? Kimin nə sualı olsa yazsın kommentə, şərhə. Mən də görməsəm, vaxtım olmasa, başım çox qarışıqdır həqiqətən də bu aralar. Şəhərə getməliyəm hələ. Biraz işlərim var. 50 dənə broiler sifariş vermişəm. Cücə. 6 bazar gəlməlidir. Görək nə yerik də. Cücələrin yeri demək olar hazırdır. Biraz yığışdırıb təmizləyib falan şey eləməliyəm. Gətirməliyəm onları bura. Gelin orada baxaq. Bax bu vəziyyətdədir bax bura. Pletkaların altından o torpaq ki, zirzibilti çox olub dərində çıxartdı. Həm də gətirmişdim ki, bunun çoxunu torpağın çöldən. Pletkanın altına verməyə də. Sən demə bura vurulduqca gəlir, dayda hündürləşir. Burada aralar var idi divarda. Özüm doldurmuşam. Bunları özüm vurmuşam. Mən deyirdim şeyi çoxdur bunun qırmızı qumu. Yaxşıdır. Aralara doldurdum ki, külək falan gəlməsin də. Martda biraz müəmmalı aydı. Bunların da aralarını torpaq falan zibillərlə falanla dolduracağım. Burada aralı idi. Burada doldurmuşam. Buradan da gözlər var idi. Çölə deşik görünürdü. İşıq düşürdü bu divarda da. Bu divarı ihtimal olamasam da deşikləri doldurmasam da olar. Dərzgil deyirlər. Bizim tərəfdə dərzgil. Çünki bu divarın o üçü maldır. Həm də deşik falan yoxdur çölə görünəsi. Belə də vaxtım olsa şey almışam şey şifaker falan. Burada aralı idi. Bu da yuxarısı qaldı belə malam qutardı. Aralı. Şimdi yaxşıdır, istidir bura indi. Bir lamçıqa sallayaram o yandan tok çəkməliyəm. Bunu da gətirmişdim ki, pet qoyacam burada, demə xod qoyacam. Xoşdaşdı havalar. Yaxşıdır ki, araşdırdım. Temperatura falana baxdım. Həmişə heyvan alanda, çox heyvan almaq istəyəndə, nəsə bir şey eləyəndə, iş görəndə, iş quranda həqiqətən də gərək araşdırasın. Görəsən yaxşı düşəcək səsin. Əlim dirənir, gedib çaşıram. Əlimdə də əlcək var. Telefonu tutduğum əlimdə də var əlcək. Görəsən səsə mani olmayacaq o əlcək. Özüm də yorulmuşam. İkinci video, üçüncü video çəkən halım yoxdur. Heç vaxt da çəkməmişəm. Nədir odur qardaş? Gül kimi xoruzlar, parıldı. Bunu saxlayacam. Ölsə də qalsa da bu qara xoruz saxlamaq istəyirəm. Çilli var, qara gül. Yaxşı aktiv xoruzlar olurlar. Liboysa bunun bir il yarımlığı var idi. Bunun yarısı burada da. Bundan da biraz balaca demək olar. Bir xoruz idi. Ondan bir cücələr düşmüşdü. Özdə hündür. Özü balaca bir şey. Bu toyuq boyda bir şey. Bir cücələr düşmüşdü ondan da.
Həncamə. Özüm də açmışam. İzlədiyiniz üçün təşəkkür edirəm. Saat 3-dən həyətdəyəm, 2-dən bəlkə də. Rahat 3-ün yarısından rahat həyətdəyim. Fikirləşim də indi. Evə girməmişəm. Bir dəfə yarım saat işlədim, getdimsə, ondan sonra həyətə qayıtmışam. Suzadım. Allah tutulan orucları da qəbul etsin. Xeyirli Ramazanlar. Hər kimin nə niyyəti var, arzusu var. Bu Ramazan demirəm, tezlikcən, dəqiqə, saniyə, gün ərzində, saat ərzində inşallah kimin arzusu var, yerinə yetsin. Allah xəstələrə şəfa versin. Sağlamlara can sağlığı, özünüzü qoruyun. Kimə nə lazım oldu, yenə deyirəm, buyursun təsərrüfata aid və yaxud da nəsə başqa məsləhət falan lazımdırsa buyurun. Vaxtım olduğu qədər qulluğunuzda hazıram. İndi getməliyəm, yemək falan yeyib harasa getməliyəm uşaqlar. İstirahət edeyim mən də biraz. Yaxşı, çox sağ olun, təşəkkürlər.